Xəzər dənizi uzun illər xəritələrdə sadəcə su hövzəsi kimi göstərilib, amma bugün geosiyasət və geoiqtisadiyyat baxımından Xəzər artıq dənizdən daha böyük məna daşıyır. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Xəzər Azərbaycan üçün sadəcə nəqliyyat marşrutu deyil, ölkəni Mərkəzi Asiya ilə birləşdirən strateji körpüdür. Azərbaycanın Mərkəzi Asiya məşvərət görüşünə tam hüquqlu üzv qəbul olunması, Türk Dövlətləri Təşkilatının güclənməsi və orta dəhlizin əhəmiyyətinin artması fonunda maraqlı bir sual yaranır. Biz yeni bir inteqrasiya modelinin formalaşdırılmasının şahidi oluruq. Xəzər artıq sərhəd deyil, birləşdirici məkana çevrilirmi? Bu mövzu ətrafında müzakirə aparacağız. Studiyada qonağım var, millət vəkili Cavanşir Feyziyev. Cavanşir müəllim, salam, xoş gəlmişsiniz. Xoş gördük. Əgər 20-ci əsrdə Avrasiya Moskva ətrafında formalaşırdısa və böyüyürdüsə, biz deyə bilərikmi ki, artıq bu reallıq dəyişib və proseslər Xəzər ətrafında gedir? Bəli, bu proseslər qəti şəkildə dəyişib və doğrudan da Avrasiyanı birləşdirici məkan olaraq Xəzər hövzəsi indi daha çox reallıq kəsb edir və bu yeni fikir deyil. Əslində bu SSR-nin süqutundan dərhal sonra siyasi diskurslar müstəvisinə çıxmış bir mövzudur və bunun hələ ilk müzakirələri və ilk layihələri 90-cı illərin əvvəllərindən irəli sürülməyə başlamışdı. Lakin əlbəttə aydındır ki, bu çox böyük geostrateji bir dəyişiklik deməkdir və ona görə də bu layihələrə qarşı müqavimət də çox güclü idi. Lakin getdikcə son 3-10 illikdə və hətta daha çox müddət ərzində dövlətlər və siyasətçilər ilk növbədə başa düşməyə, anlamağa başlayırlar ki, Avrasiya materikində iqtisadi, siyasi, mədəni ilişkiləri asanlaşdıracaq və optimallaşdıracaq yeganə yol orta dəhlizdir. Və xoşbəxtlikdən orta dəhliz layihəsi daha çox türk dövlətlərini əhatə edir və Mərkəzi Asiya türk dövlətlərindən başlayan bu orta dəhliz, daha doğrusu Çindən başlayıb Mərkəzi Asiyanın türk dövlətlərindən keçən bu orta dəhliz məhz Xəzər dənizi üzərindən Azərbaycan vasitəsilə Avropaya doğru uzanır. Və bu artıq nəinki Avrasiya ölkələrinin, siyasətçilərinin və yaxud iqtisadçılarının, eyni zamanda Amerika Birləşmiş Ştatlarının da diqqətini getdikcə daha çox cəlb edir və məhz buna görə də Amerikanın təşəbbüsü ilə Mərkəzi Asiya ölkələrinin forumu yarandı və orta dəhliz layihəsi daha da populyarlaşmaya başladı və özəlliklə keçən ilin avqustunda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması ilə Amerika Birləşmiş Ştatları Zəngəzur dəhlizinin açılmasında və bununla da orta dəhlizin reallaşmasında maraqlı olduğunu nümayiş etdirdi. Və bu baxımdan belə demək olar ki, hal-hazırda Transxəzər layihəsi dünyanın ən əhəmiyyətli və ən vacib geostrateji və geoiqtisadi layihələrindən biridir və bəlkə də birincisidir. Cavanşir müəllim, bir vaxtlar Xəzər ölkələri bir-birinə çıxış axtarırdılar. Vaxt belə var idi, xatırlayırsınızsa. Daha sonra isə geosiyasi hadisələr dəyişdi və dünya Xəzərə çıxış axtarmağa başladı. Sizcə bu hansı hadisədən sonra baş verdi? Əlbəttə bunun ilkin səbəbi SSR-nin süqutudur. SSR-nin süqutu və daha sonra Rusiyanın 2-10 illikdən sonra siyasətinin dəyişməsi və təcavüzkar istiqamət alması dünyadakı strategiləri düşünməyə vadar etdi ki, bəs kommunikasiyaların taleyi necə olacaq? Əgər Rusiya bugün satdığı xammal resurslarından əldə etdiyi gəlirləri hərbə yönəldirsə və daha çox işğalçılıq və öz ərazisini genişləndirmə siyasəti yürüdürsə, o zaman biz yenidən əvvəlki dünya müharibələrinin taleyini yaşaya bilərik. Və bunu önləmək üçün bütövlükdə bir iqtisadi və siyasi sistemin rekonstruksiyasına ehtiyac var. Ümumiyyətlə, tarix boyu bütün
müharibələr resurslar üzərində qurulub. Yəni Birinci Dünya müharibəsi də, İkinci Dünya müharibəsi də öz mövqeyini möhkəmləndirmək, təsir dairəsini və ya ərazisini genişləndirmək və resurslara sahib olmaq üzərində baş verib. Lakin orta dəhliz layihəsinin reallaşması əslində dünya müharibəsinə bərabər, dünya müharibəsinin nəticələrinə bərabər bir effekt yaradacaq. Amma müharibəsiz bu effekt əldə olunacaq. O da məhz orta dəhliz layihəsinin həyata keçirilməsi nəticəsində baş tutacaq. Yəni əslində orta dəhliz layihəsinin baş tutması Avrasiyanın təbii resurslar cəhətdən ən zəngin regionlarını özündə birləşdirir. Rusiya istisna olmaqla Mərkəzi Asiya ölkələri, Cənubi Qafqaz, Türkiyə və Avropa. Bu, indiki məqamda bütün dövlətlərin mənafeyinə uyğundur. Və bu bir tarixi fürsətdir Türk dövlətləri üçün, Türk xalqları üçün ki, dünyanın iqtisadi sistemində aparıcı bir zolağa çevrilmək imkanı var. Və bu aparıcı zolaq əlbəttə çox şeylər vəd edir və çox şeylər verəcək, buna heç şübhə yoxdur. Çünki hər cür inkişaf yollarla, kommunikasiya xətləri ilə, qarşılıqlı iqtisadi ticari əlaqələrlə əmələ gəlir. Və nə qədər ki, Xəzər dənizinə hətta dəniz yox, göl kimi baxılırdı. Bir daxili göl və buradan heç yerə çıxış yoxdur. O zaman gələcəyə baxış da fərqli idi. Amma indi sizin dediyiniz kimi Xəzər dənizi artıq dünyaya çıxışın mərkəzinə çevrilir. Və bu halda Azərbaycanın da geostrateji rolu əhəmiyyətli dərəcədə artır. Yəni, hətta bax, bu istiqaməti biraz aça da bilərik. Yəqin siz də məndən razılaşarsınız ki, bugün Avropanın enerji təhlükəsizliyidir. Xəzər dənizi Çinin logistika mərkəzidir, hətta maraqlarının təmsil olunduğu bir məkandır. Bundan əlavə Mərkəzi Asiyanın imkanlarıdır ki, Avropaya çıxır. Azərbaycanın transit potensialıdır. Bax, bütün bu sadalananları bir araya toplasaq, bu Azərbaycan üçün fürsətlərdir. Tarixi bir fürsətdir, hətta qeyd edə bilərik. Amma paralel olaraq həm də risklər daşıyırmı? Belə bir ehtimal da varmı? Şübhəsiz. Bu iqtisadi sistemlər belə işləyir ki, əgər siz daha çox gəlir əldə etməyə başlayırsınızsa, sizin düşmənləriniz də artır, sizin rəqibləriniz də artır və bu mənada əlbəttə risklər daşıyır özündə. Hətta bunu tək iqtisadiyyata aid etməyə də bilərik. Şübhəsiz, bayaq dediyim kimi, bu cür təbii resursların istiqamətləndirilməsi, yenidən bölünməsi və s. kimi hadisələr mütləq tarix boyu həmişə müharibələrlə müşahidə olunub. Amma bunu müharibələrsiz və yaxud az qanla, deyək ki, həyata keçirmək indiki şəraitdə mümkündür. Əslində, orta dəhliz boyunca baş verən konfliktlər, etnik münaqişələr və s. bütün bunlar əslində bu kimi hadisələrin bu cür inkişafının qarşısını almağa yönəlmişdir. Məsələn, Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinin alovlanmasını heç cür ispat etmək mümkün deyil ki, bunu ermənilər özləri istədi və yaxud Azərbaycanlıların hansısa bir günahı oldu ki, bu hadisə başladı. Bu, yəni hər iki tərəf kənardan gələn təsirin nəticəsində bu müharibəyə cəlb olundular. Və bu kimi münaqişələr Orta Asiya ölkələri arasında da yaradılmağa cəhdlər olunmuşdu 90-cı illərdə. Hətta bu yaxınlara qədər Qırğızstanla Tacikistan arasında, Özbəkistanla Qırğızistan arasında müəyyən münaqişələr mövcud idi. Amma bunlar anlaşıqlı şəkildə... Hətta adı çəkilməyən münaqişələrdən də, gizli soyuq müharibələrdən də şəkildə davam edən münaqişələr də vardı. Bütün bunlar məhz bu Orta Dəhliz layihəsinin qlobal əhəmiyyətini anladıqdan sonra qısa bir müddətdə aradan qaldırıldı. Və indi bütün bu ölkələr də, kimlər ki bunu anlayışla qarşıladı və bu münaqişələrə son qoydu, həmin layihənin nəticələrindən faydalanacaqlar. Və ümumiyyətlə, mənə elə gəlir ki, yer kürəsinin bizə məlum olan son 1000 illik tarixində bu fürsət nadir fürsətdir. Zamanında qədim İpək yolu mövcud olub. O da təxminən indiki orta dəhlizin daha
ibtidai forması deyək olub. O Baxın, zaman Cavanşir müəllim, siz də vurğuladınız bu məsələni, siz də qeyd etdiniz. Xoşbəxtlikdən Orta Dəhliz Türk Dövlətləri Təşkilatının ərazilərindən keçir. Həqiqətən də xoşbəxtlikdən bu ifadə çox xoşuma gəldi bu arada. Türk dünyasının əhalisi 180 milyondan çoxdur. İqtisadi baxsaq, enerji resursları istiqamətində baxsaq, ən böyük resurs bazalarına sahib bir təşkilatdır. Bəs niyə hələ də qlobal siyasi mərkəz kimi dünyanın bir çox güc mərkəzləri tərəfindən qəbul olunmur? Yəni bu qıcıqlandıqları məqam nədir və niyə var? Birinci əhali sayda Türk dünyasından biz danışdıqda, Türk dünyası təkcə Türk dövlətlərindən ibarət deyil. Eyni zamanda digər dövlətlərin ərazisində muxtariyyət şəklində və yaxud ümumiyyətlə həmin dövlətlərin vətəndaşları şəklində yaşayan çoxsaylı türklər var və bütövlükdə Türk dünyası əhalisi 300 milyona yaxındır. Bəli. Sadəcə müstəqil Türk dövlətlərinin ərazisində siz dediyiniz kimi təxminən 180 milyon əhali yaşayır. Bu, belə baxanda çox da böyük bir əhali deyil. Əslində 180 milyon, tək İndoneziyanın 300 milyona yaxın əhalisi var. Yox, güc strukturu baxımından, təşkilat strukturu baxımından mən nəzərdə tuturam ki, əslində ərazi əhali 180 baxımından milyon fərqlidir. əhaliyə malik olan ərazidə mövcud olan təbii resursların həcmi Bəli. Avropa İttifaqına daxil olan ölkələrin ərazisindəki təbii resurslardan 2 dəfə çoxdur. Bəli. Vaxtilə mən bunun hesablamasını da aparmışam. Təsdiq olunmuş qaz, neft yataqları, nadir minerallar və s. Yəni, məsələn, Qazaxıstan, Özbəkistan həddindən artıq zəngin ölkələrdir təbii resurslardan. Qırğızistan da öz növbəsində, Türkmənistan tamam başqa bir istiqamətdə. Yəni, hər bir türk dövləti kifayət qədər təbii ehtiyatlara malikdir ki, onlar iqtisadi güc mərkəzinə çevrilsinlər. İqtisadi güc mərkəzinə çevrilmədən dünyada mövcud olan yeni texnologiyaları istifadə etmədən siyasi mərkəzə, siyasi təsir mərkəzinə çevrilmək mümkün deyil. Yəni, baxın, indi hansı dövlətlər daha çox siyasi təsir gücünə malikdir? Məhz iqtisadi cəhətdən zəngin dövlətlər, məsələn, Amerika Birləşmiş Ştatları, Çin, Yaponiya kimi dövlətlər. Çünki onlar iqtisadi cəhətdən daha güclü, dünyanın ən güclü dövlətləridir və ona görə də onların siyasi təsir gücü də daha çoxdur. Və sizin arzuladığınız o türk dövlətlərinin siyasi təsir mərkəzi kimi qəbul olunması prosesinin biz başlanğıcındayıq. Məhz bu baş verən... Hətta illərlə bu proses kənarlaşdırılmışdı, dondurulmuşdu. Əlbəttə, imkan verilmirdi. Və Azərbaycan Prezidenti İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan, digər Türk Dövlətləri Təşkilatının rəhbərləri bu prosesi gücləndirdi. Baxın, bir maraqlı sual da insanın ağlına gəlir. Əgər sabah Avrasiya xəritəsinin o geo-iqtisadi anlayışı dəyişsə, subyektiv fikrinizi soruşuram. Sizcə paytaxtı, o iqtisadi paytaxtı hara ola bilər? Astana və yaxud da Ankara, Bakı? Yox, daha çox Bakı. Bakı. Niyə? Çünki bu həm coğrafi cəhətdən mərkəzdir. Orta Dəhlizin mərkəzində yerləşir. Digər tərəfdən bunun başqa özəllikləri də var. Baxın, necə qədim İpək yolunda olduğu kimi Azərbaycana qədər Çindən gələn yollar çox müxtəlif istiqamətlərdə şaxələnə bilir. Məsələn, bu yollar Qazaxıstan ərazisindən, Özbəkistan ərazisindən, Türkmənistan ərazisindən də keçə bilər. Nəticədə hamısı gəlib Xəzər dənizinin şərq sahilinə çıxacaq. Amma Xəzər dənizinə gəlib çatandan sonra Avropaya keçmək üçün başqa yol yoxdur. Yeganə yol Azərbaycandır. Ona görə də Azərbaycanın əhəmiyyəti, həm geostrateji, həm geoiqtisadi əhəmiyyəti burada dəfələrlə yüksəlir. Bəli. Yəni, misal üçün, ittifaqlarda siyasi mərkəz var, misal üçün, Avropa İttifaqında siyasi mərkəz var, iqtisadi mərkəz var, Berlin iqtisadi mərkəzdir, Paris siyasi mərkəzdir, və yaxud da Brüssel siyasi mərkəz. Yəni, bu istiqamətdə bir növ danışılır, müzakirə olunur. Bu səbəbdən mən sual ünvanlayıram ki, mərkəz Bakı ola bilər və burada Zəngəzur dəhlizinin həm də əhəmiyyətindən istərdim ki, danışasınız ki, biz mərkəzdən danışırıq, bəli, burada cəmləşir, amma buradan da bir ötürücü şaxələndirilməsi buradan da var. öz növbəsində şaxələnməyə başlayır. Necə ki, Bakı-Tbilisi-Qars istiqamətində yollar mövcud olduğu kimi Zəngəzur dəhlizinin açılması ilə Azərbaycandan ikinci bir yol da
Avropaya doğru istiqamət almış olur. Üçüncü yol eyni zamanda İran ərazisindən keçən Araz dəhlizidir. Yəni bu yollar tarixən də bu şəkildə şaxələnib və indi də yenidən tarixi İpək yolu üzərində yeni yollar formalaşmağa başlayır. Bu Azərbaycanın əhəmiyyətini daha da artırır və Azərbaycanı bu layihənin mərkəzi nöqtəsinə çevirir. Bu həm qlobal baxımdan çox əhəmiyyətlidir, həm də Türk dövlətlərinin mənafeyi baxımından çox əhəmiyyətlidir. Çünki əslində Azərbaycan Türk dünyasının birləşmək amalı, ideyası həmişə Azərbaycandan qaynaqlanıb ilk olaraq və Azərbaycandan həm qərbə, həm şərqə türk torpaqları yerləşir. Tutaq ki, bu ərazinin bir ucqarında oturub digər ucqarına gedib çıxmaq o qədər də asan deyil. Xüsusilə indiki zamanda mürəkkəb iqtisadi mexanizmlərin, mürəkkəb iqtisadi ticari münasibətlərin mövcud olduğu bir zamanda bu çox çətin məsələdir. Amma Azərbaycanın coğrafi mövqeyi ona imkan verir ki, Azərbaycan həm şərqi, həm qərbi özündə birləşdirə bilir, cəmləşdirə bilir və buradan şaxələnməsinə daha çox imkan vardır. Coğrafi anlayış məsələsinə biraz genişləndirək. Azərbaycan Mərkəzi Asiya Məşvərət görüşünə üzv qəbul olunandan sonra ümumiyyətlə regionun sərhəd anlayış təsəvvürü dəyişib. Yəqin siz də mənimlə razılaşarsınız. Müzakirələrdə bax bu da gedir. Beynəlxalq kütləvi informasiya vasitələri də elə bu haqda yazılır. Sizcə Mərkəzi Asiya artıq coğrafi anlayışla deyil, bir növ siyasi anlayışla ölçülürmü artıq? Yəni Mərkəzi Asiya deyəndə Türk Dövlətlərinin Təşkilatının ölkələrinin yerləşdiyi bir ərazi yox, artıq bir siyasi güc mərkəzi kimi xatırlanırmı? Bunu demək asan deyil, çətindir əslində indiki məqamda. Çünki Mərkəzi Asiya dövlətlərinin perspektivi var, buna şübhə yoxdur. Nəinki var, bu labüddür, mən deyərdim hətta. Əlbəttə, hər bir dövlətin apardığı siyasətdən də çox şey asılıdır. Hansısa hadisənin tez bir zamanda və yaxud uzaq bir gələcəkdə baş verməsi müəyyən mənada həm də həmin dövlətlərin yürütdüyü siyasətdən asılıdır. Amma bugün Mərkəzi Asiyanın güc mərkəzinə çevrilməsi üçün, təsir gücünə malik olan bir birlik halına gəlməsi üçün kifayət qədər ilkin şərtlər mövcuddur. Və bu baxımdan Türk dövlətlərinin bütövlükdə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyası üçün daha mümkün şərait var. Amma o da məlumdur ki, hal-hazırda hələlik Mərkəzi Asiya ölkələrinin müəyyən mənada kənar güclərdən asılılığı davam etməkdədir. Bu, mövcud siyasi reallıqlarla bağlıdır. Amma yaxın gələcəkdə hadisələrin inkişafı onların qısa bir müddətdə bu təsirdən də yaka qurtarmaq imkanlarını vəd edir. Caşməm, bugün Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Çin, Hindistan, Körfəz ölkələri Mərkəzi Asiyaya maraq göstərirlər. Sizcə bu gələcəyin geosiyasi anlayışının dəyişməsi ilə bağlıdır, yoxsa resurslara görədir? Birinci növbədə resurslardır və resurslar da geosiyasi münasibətləri dəyişdirir. Yəni dəyişdirən amildir, başlıca amildir. Amma bir çox media yazır ki, müəyyən güc strukturları, Avropanın güc mərkəzləri, adını çəkməyək, amma istənilən halda bu mərkəzlər Mərkəzi Asiyaya gəlirlər, çünki oradakı resursları bir növ özlərinə götürmək istəyirlər, şirkətlərin yaradılması fonunda. Bu reallıqla razısınızmı və yaxud da bu reallıqdırmı? İndi zaman dəyişdikcə münasibətlər sistemi də dəyişikliyə uğrayır. Əgər əvvəllər, məsələn, Fransa, İspaniya, İngiltərə, dünyanın istənilən ölkəsinə gedib həmin ölkəni işğal da edə bilərdi və yaxud hansısa qarşılıqlı razılaşma şəklində həmin ölkədə öz mövqeyini möhkəmləndirə bilərdi və həmin ölkəni koloniyalaşdıra bilərdi. İndi bu mümkün deyil. İndi ya Rusiya kimi, ya Rusiyanın Ukraynaya hücumu kimi hücum etməlisən, müharibə etməlisən ki, bu da əslində çox primitiv bir yanaşma hesab olunur və 21-ci əsrin siyasi etiketinə uyğun gəlməyən bir davranışdır və yaxud iqtisadi bağlar vasitəsilə əməkdaşlıq mühiti yaradasan. Yəni, indi koloniyalaşdırmaq mümkün deyil. Amma əməkdaşlıq mühiti yaradıb, bu əməkdaşlıqdan qarşılıqlı şəkildə faydalanmaq olar. Çünki indi orta əsrlər deyil və yaxud da ibtidai quruluş deyil, hər bir dövlət, hər bir xalq öz mənfəətini
açıq, aydın şəkildə başa düşür. O başqa Əgər məsələ maraqlar ki, toqquşursa, niyə də o yox? başqa məsələ ki, o öz mənfəətini əldə etmək imkanlarına malikdirmi? Əgər malikdirsə, tək başına o mənfəəti əldə edir. Malik deyilsə, başqa daha güclü dövlətlərlə işbirliyinə girir və bu şəkildə əldə edir. Bu, Azərbaycanın misalında da biz bunu görərik. Evet. 94-cü ilin neft kontraktları nə üçün idi? Evet, Bizim həmin zamanda bizim O zaman ona ihtiyac var. öz resurslarımızdan özümüzün mənfəət götürmə imkanımız yox idi. Ona görə biz qarşılıqlı faydalı əməkdaşlığa getdik və nəticə də göz qabağındadır. Çox sağ olun Cavanşir müəllim. Təşəkkür edirəm. Sağ olun. Suallarımıza cavablandırdınız. Qonağım millət vəkili Cavanşir Feyziyev idi və biz onunla birlikdə Orta Dəhlizdən danışdıq. Orta Dəhlizin perspektivindən danışdıq. Azərbaycanın Orta Dəhlizdəki rolundan və əlbəttə ki, Türk Dövlətləri Təşkilatından danışdıq və Türk Dövlətləri Təşkilatının birliyindən danışdıq.